Salam, hər kəs salamlayıram. Bugün mövzumuz əvəzin mövzusudur. Birinci deyək ki, əvəzliyin özünə məxsus heç bir qrammatik göstəricisi yoxdur. Adından da göründüyü kimi əvəzli əsas nitq hissələrini əvəz etmiş olacaq. Yəni bütün nitq hissələrini desə yanlışdır. Əvəzli sadəcə əsas nitq hissələrini əvəz edir. Bu nə deməkdir? Əvəzli əsas nitq hissəsini əvəz edəndən hardan biləcəyik? Digər nitq hissələrinin suallarını tanıyırıq. Əvəzlikləri də tanıyandan sonra hansı nitq hissəsinin sualını verəcəksə, deməli həmin nitq hissəsini də əvəz etmiş olacaq. Məsələn, bu ev, bu işarə əvəzliyidir. Mən sual verirəm, hansı ev? İsmin önündə gəlib, hansı sualına cavab verən söz nə olurdu? Sifət. Mən bunun yerinə söz qoysam, köhnə ev. Nə qoydum yerinə? Sifət qoydum. Deməli, bu işarə əvəzliyi nəyə əvəz edib? Sifət əvəz edib. Yəni, əvəzliyin işi əsas nitq hissələrini əvəz etməkdir. Əvəzlik quruluşuna görə 3 cür ola bilər. Yəni, əvəzlik quruluşca 3 cür olur. Sadə əvəzliklər, məsələn, deyək ki, hamı. Hamı sadədir. Bəzi sadədir. Bir kökdən ibarətdir. Düzəltmə əvəzliklər bunlardır. Düzəltmə əvəzliklərimiz bunlardır. Bir sayından biri kimsə mənasını verərsə düzəltmə əvəzliyidir. Kimdən kimsə düzəlib, nədən nəsə düzəlib, haradan haralı və s. Bir də var uşaqlar, mürəkkəb əvəzliklər. Mürəkkəb əvəzliklər daha çox ayrı yazılır. İçərisində bir dənə filankəs qeyri-müəyyən əvəzliyidir ki, bitişik yazılır. Məsələn, deyək ki, hər kəs, heç kim. Ayrı yazılan. Bir dənə filankəs qeyri-müəyyən əvəzliyidir ki, bitişik yazılan əvəzlikdir. Deməli, quruluşca 3 cür oldu. Sadə, düzəltmə, mürəkkəb oldu. Əsas nitq hissələrini əvəz edə bilir. Bir var kim isə uşaqlar, kim isə bu olacaq mürəkkəb əvəzlik, nə isə mürəkkəb əvəzlik, nəsə, kimsə düzəltmə qeyri-müəyyən əvəzliyidir. İndi gəlin baxaq bu əvəzliklərə. Əvəzliyin məna növləri bunlardır. Şəxs əvəzlikləri, qeyri-müəyyən əvəzliklər, işarə əvəzlikləri və təyinli sual əvəzliyi. Şəxs əvəzliyi əsasən ism əvəz edir. İsmin kim, nə sualına cavab verir. Quruluşca şəxs əvəzlikləri yalnız sadədir. Mən, sən, o təkləridir. Cəmləri də mənin, biz, sən, siz, o, onlar. Hallana bilir, ancaq mənsubiyyəti heç vaxt qəbul etmir. Xəbərlik şəkilçisi qəbul edir. Məsələn, mənəm, bizik, onlardır. Biz və siz əvəzlikləri bəzən cəm qəbul edə bilir. Məsələn, bizlər, sizlər bunu etmisiniz. Bu şəkildə olacaq uşaqlar. Mən və biz yərik halda in yox, üstü 4 qəbul edəcək. Məsələn, mənim, mənimdəki im yərik halda, bizim şəxs əvəzliyindəki im yərik halda. Bunun içərisində biz və o amonim əvəzlikdir. Biz isim ola bilər, biz bir də əvəzlik ola bilər, o işarə əvəzlik ola bilər, o şəxs əvəzlik ola bilər. Bizim sözü mənsubiyyət şəkilçili söz ola bilər. O zaman ki, biz orada isim kimi işlənsin. Məsələn, bizim səndə qalıb bu mənada. Qeyri-müəyyən əvəzliklər ismi yerində işlənir daha çox əsasən. Əşyanın adını bildirir, yəni sırf qeyri-müəyyən onu əvəz etdiyinə görə, amma əşya da bildirmə ismə aiddir. Hərə, kimi, filan kəs, kimsə, nəsə, biri, hamı, bəzi, kimsə, nəysə. Bunlar əvəzlikdir. Deməli, hər kim, heç kim, hər nə, heç nə, hər biri, heç biri, hər kəs, heç şey. Bunlar olacaq əvəzlik və mürəkkəb əvəzlik. Deməli, qeyri-müəyyənin içərisindən bəzi əvəzliyidir ki, bu formada əvəz edir daha çox sifəti. Məsələn, baxaq bəzi insanlar, hansı insanlar? Çünki bu əsasən biz deyirik ki, qeyri-müəyyən əvəzlikləri ism əvəz edir. Bunun içərisindən bəzi əvəzliyi sifət əvəz etmiş olacaq. O nə zaman ism əvəz etmiş sayılır? Əgər onun üzərində ismə aid mənsubiyyət, bəzisi, bəzisinin bu formada biz görəriksə bəziləri, o zaman ismi əvəz etmiş olacaq. Sadə formada sifət əvəz etmiş sayılacaq.
Hərdən hərə bu düzəltmə əvəzliyidir. Birdən biri düzəltmədir. Kimi düzəltmədir. Kimsə nəsə düzəltmədir. Bunları yadımızda saxlayırıq. İşarə əvəzlikləri daha çox sifət əvəz edir. Sifətin suallarına cavab verir. Bu əvəzlik ismi də əvəz edə bilər. Elə belə əvəzlik zərfi də əvəz edə bilər. Sifəti də əvəz edə bilər. Onu necə fərqləndirəcəyik? Deməli, bu əvəzliyi əgər ismin sualına cavab versə, bu mənimdir. Daha doğrusu burada özündən burada əvəzlik gələcək deyə vergi qoyulmayacaq. Onun vergili səhv qoyduq. Hə. Deməli, bu tutaq ki, yenidir. Yenidir nə bu? Görürsünüz, ismi əvəz etdi. Amma bu ev yenidir. Orada sifət əvəz etmiş olacaq. Elə belə. Əgər bunlardan sonra isim gələrsə, necə nə cür sualına cavab versə, o zaman sifət əvəz etmiş sayılır. Məsələn, elə adam, hansı adam, belə iş, hansı iş. Yox, əgər bunların yanında feil gələrsə, belə oxuma, necə oxuma, o zaman cümlədə zərf əvəz etmiş sayılır, amma yenə də əvəzli olacaq. Yəni, zərf. Bəs elə belə nə zaman ism əvəz etmiş olur? Əgər elənin belənin üzərində biz ismə aid şəkilçi görürüksə, eləsi, mənsubiyyət, eləsini, hal və yaxud belələri, belə, belələri, belələrindən bu formada görürüksə, ism əvəz etmiş olacaq. Təyin əvəzliklər. Əşyanı ümumi şəkildə müəyyənləşdirən əvəzlik təyin əvəzlikdir. Yəni, əşyanı ümumi şəkildə müəyyən edən əvəzlik işlənib deyirsə bizə testdə, biz sifəti əvəz etmir, yəni daha doğrusu təyin əvəzlik tapacağıq. Və sualı hansı sualıdır? Sifəti əvəz edir. Hər bütün təyin əvəzlikləri morfoloji dəyişikliyə məruz qalmır. O deməkdir ki, hər bütün təyin əvəzlikləri ismə aid heç bir qrammatik şəkilçi qəbul etmir üzərinə. Məsələn, mənsubiyyət olsun, hal olsun, filan, heç biri. Aha. Deməli, təyin əvəzlikləri bunları qəbul etməyəcək bunların içərisində. Filan da etməz, filanın filana olmaz. Amma oradan öz əvəzliyi, mənsubiyyət qəbul edir. Özüm, mənsubiyyət, sonra hal qəbul edir özümün və yaxud özümdən. Yəni, öz o zaman ismi əvəz etmiş olacaq ki, üzərində mənsubiyyət, hal qəbul etsin. Bir də eyni əvəzliyi. Eyni, eynisi, eynisini. Yəni, ismi əvəz etməsi üçün eynisi mənsubiyyət, eynisini təsnili hal. Bunlardan hər hansı biri üzərində olmasa, bax, işarə əvəzliyi ilə elə, belə, təyin əvəzliyi ilə öz, sonra eyni, bunlar qeyri-müəyyən əvəzliyi ilə də bəzi. Yəni, bunlar üzərinə ismə aid heç bir şəkilçi qəbul etmədən ismi birbaşa sadə formada əvəz edə bilməz. Gərək ismə aid şəkilçilərdən qəbul etsin ki, üstündə onda əvəz etmiş olacaq. O zaman ismi əvəz edə bilər. Belə yox. Sual əvəzlikləri bütün əsas nitq hissələrinin suallarıdır. Digər əvəzliklərdən fərqli olaraq özünü də əvəz edə bilir, əvəzliyin özünü. Məsələn, deyək ki, o gəldi, kim gəldi? Görürsünüz, yerinə kim qoysam, əvəzliyi əvəz etmiş oldu. Sonra düzəltmə olar, mürəkkəb olar, neçənci düzəltmədir, harada, sadədir, nə cür mürəkkəbdir. Yəni, quruluşuna görə hər üç cürdə ola bilər. Gedək bunlardan. Deməli, o-bu əvəzliyində vergülün qoyulmasına baxacağıq. Əgər biz o-bu əvəzliyinin özünə sual önəmli deyil burada verilib. Burada deyir ki, sualı önəmli deyil. Niyə önəmli deyil? Nə üçün önəmli deyil? Bir dənə baxaq. Məsələn, deyir, öncə o-bu əvəzliklərindən sonra işlənən sözlərə diqqət edirik. Əgər özündən sonra feil, əvəzlik, köməkçi niksələri gəlibsə o-budan sonra vergül qoyulmur. Yəni, baxırıq ki, yanında feil, əvəzliyin hər hansı bir növü, köməkçinin hər hansı bir növü, modal sözlər və nida istisna. Çünki bunların özlərinin vergülü var. Gəlib o vergülün biri düşəcək o bunun yanına. Məsələn, deyək ki, o əlbəttə gələr. Baxın, burada əlbəttə modal sözdür. Yanına düşəcək vergülü və salam. Demək, biri düşdü onun yanına. Bu ədat gəlib deyə qoymaq olmaz. Əvəzli gəlib olmaz. Məsdər feil bağlama gələndə olmaz.
O bu əvəzlikdən sonra sanki, güya, elə bil modalları gələndə vergül qoyulmur. Deməli burada bunların özündə vergül yoxdur onun üçün. Qayda buydu ki, sanki, elə bil, güya bunların vergülü yoxdur və bunlar da o bunu yanında gələrsə vergül qoyulmaz. Çünki bu da köməkçidir. Yerdə qalan modalların, nidaların özlərində vergül var deyə vergül düşür əvəzliyin yanına. Ancaq bunların özünün vergülü yoxdur deyə, köməkçidir deyə qoymayacaq. İndi bax bunu yadda saxlayırıq kəflə. Köməkçi, əvəzi, feil gəlibsə, sualı nə olur olsun, qoymayacaq. Köməkçi, əvəzi, feil kəflə yadda saxlayırıq. Sual önəmlidir burada. Əgər özündən sonra feil əvəzi köməkçinin hissəsi yoxdursa, o bu əvəzliyinə diqqət edirik. Əgər o bu əvəzi işarə əvəzi olub hansı sualına cavab verirsə, vergül qoyulmaz. Məsələn, bu ağac qırılmışdı. Hansı ağac qırılmışdı? Hansı sualını verdim? Özündən sonra nə gəlir gəlsin, vergül qoyulsa səhvdir. Baxıram ki, əgər o bu əvəzi ismin sualına cavab verib, yəni kim nə sualına cavab verir, özündən sonra bunlardan hər hansı biri yoxdur, yerdə qalan nitq hissələri gəlibsə, bu sualı verəndən sonra, deməli mən vergül qoya bilərəm. İsmin sualına cavab verdi, kim nə sualına cavab verdi, özündən sonra feil gəlməyib, əvəzlik gəlməyib, köməkçi gəlməyib, burada adını çəkmədiyim nitq hissələrindən gəlibsə, bunu da sualını verdimsə, vergül qoyulacaq. Məsələn, o dünən bizə gəldi. Gəldi kim? O. Özündən sonra dünən zərfi gəlib, bunda içərisində zərf yoxdur ki, qoyulmayanların içərisində. Deməli, vergülün qoyulmasında səhvlik yoxdur. Bəzən elə olacaq ki, həm vergül qoyula bilər, həm də vergül qoyulmaya bilər. Dedikdə nəyə fikir verir? İntonasiya fikir verir və sonra yanında gələnə baxırıq. Deyir ki, o meşəyə getdi. Bir dəfə düşünəcəm, kim meşəyə getdi? O meşəyə getdi. Yəni, Əli adında bir şəxs meşəyə getdi. Özündən sonra da meşə ismi gəlib, problem yoxdur, qoyula bilər. Və bir də deyə bilərəm ki, Əli o meşəyə getdi. Yəni, işarə edərəm ki, Əli həmin o meşəyə getdi. Hansı meşəyə? Bu zaman hansı sualını verərəmsə, vergül qoyulmayacaq. Və məsələn, deyirəm ki, o məktəbdə oxuyur. O məktəbdə oxuyur. Yəni, kim məktəbdə oxuyur? O. Bir də filan kəs o məktəbdə oxuyur. Hansı məktəbdə? O. Deməli, qoyula da bilər, qoyulmaya da bilər. Konkret qeydlərimiz var. Deyir, o, bu, həmin işarə əvəzliyi mənsubiyyətə görə dəyişmir. Yəni, o, bu, bir də həmin işarə əvəzliyi mənsubiyyətə görə dəyişmir. Elə belə həm ədat ola bilər, həm də əvəzli ola bilər. Elə sözü mürəkkəb feilin tərkib hissəsi də ola bilər. Məsələn, deyir ki, kömək eləmək, yəni feil də ola bilər, eləmək, etmək mənasında. Bu əvəzliklərə əgər sual verə bilirsə əvəzli, verə bilmirsə ədat olacaq. Məsələn, deyək ki, elə mən də bunu deyirəm. Elə mən də bunu deyirəm, mən burada sual verə bilmirəm ki, necə mən də bunu deyirəm. Deməli, buradakı elə nədir? Buradakı elə ədatdır. Amma desəm ki, elə oxu, belə oxu, elə adam, belə adam, necə oxu? Orada əvəzlikdir, nəyisə əvəz etmiş olacaq. O həm şəxs əvəzliyi olur, həm işarə əvəzliyi olur. Sifətin sualına cavab verəndə işarə əvəzliyidir. İsmin suallarına cavab verərsə digər hallarda olacaq şəxs əvəzliyi. Əgər üzərində hal şəkilçiləri varsa, şəxs əvəzliyidir, yadımızda qalsın. Elə belə əvəzliyi intonasiyadan asılı olaraq həm əvəzi, həm də ədat kimi işlənə bilər. İki cür düşünə bilərik. Deyir, dünən sən belə danışmırdın. Yəni, dünən sən bu cür danışmırdın. Yəni, belə düşünə bilərəm. Dünən sən də danışmırdın. Dəylə də əvəz edib ədat kimi düşünə bilərəm. Xəbəri şəkilçi qəbul edə bilər. Mən eləyəm, sən beləsən bu cür. Həmin işarə əvəzi ki şəkilçi qəbul edə bilir və bu artıq sifət olacaq. Həmindən həminki sifəti düzələcək. Elə belə mənsubiyyət qəbul etmədən hallana bilməz. Eləsi, beləsi, eləsinin, belələrinin bu şəkildə hallana bilər. Qızıl qeydlərimiz qeyri-müəyyən əvəzliklərindən kim isə, nə isə. Mənsubiyyət qəbul etmir, hallanmır. Artırılan şəkilçilər sözün birinci hissəsinə artırılır. Kimin isə, kimə isə. Bəzi əvəzliyi sifət əvəz edir. Mənsubiyyət qəbul etdikdən sonra ismi əvəz edə bilər.
Bayaq dediyim kimi bəzisi mənsubiyyət, bəzisini bu halda ism əvəz edə bilər. Yenə qeyri-müəyyən əvəz idi, sadəcə ism əvəz edib. Hamı, hərə, bəzi, biri. Qeyri-müəyyən əvəzliklərin çoxu mənsubiyyət qəbul etmir. Bunlar isə yuxarıdakı qeyri-müəyyən əvəzliklər isə birinci, yəni cəmləri qəbul edə bilər. Bizim hamımız, bizim hərəmiz, sizin bəziniz bu şəkildə. Biri, hamı, hərə, hər kəs, heç biri. Bunlar cəm şəkilsi qəbul etmir. Bu şəkildə. Kim isə, əgər bu xəbərdə inkar varsa, cümlədə kimsə, kim isə, o zaman inkar məzmunu bildirən qeyri-müəyyən əvəz idi. Kimsə gəlmədi. Burada qeyri-müəyyən əvəz idi. Sadəcə inkar məzmunu bildirir. Amma bir də deyirəm ki, kimsə məni çağırır. Birisi mənasında. Burada artıq qeyri-müəyyən məzmunu bildirən qeyri-müəyyən əvəzliyi idi. Hər iki halda qeyri-müəyyən əvəzliyi olmuş olacaq. Təyin əvəzliklərimiz cəmlənmə yoxdur. Təyin əvəzliklər öz, hər, bütün, filan eyni idi. Hər təyin əvəzliyi kəs, nə bilim, biri, vaxt, zaman, an, gün sözlərini işləndikdə artıq təyin əvəzliyi olmur. Hərə ayrıca biz necə, nə cür sualını versək, ismin önündə gəlib, yəni ad bildirənlərin önündə gəlib, necə, nə cür sualını versək təyin əvəzliyidir. Öz, eyni, mənsubiyyət qəbul etdikdə ism əvəz edə bilər. Yəni sadə formada yox. Məsələn, özüm, özümün, özümdən bu şəkildə belə olarsa, cümlə, bəzi dərsliklərdə cümlə təyin əvəzliyi də var. Cümlə bütün deməkdir. Sinonim kimi işlənir. Cümlə aləm, bütün aləm mənasında. Deməli, şəxs sözü də əşya sözü kimi qrammatik anlayışdır. Heç də həmişə insanla bağlı olmur şəxs. Məsələn, şəxs əvəzliklərindən o şəxs əvəzliyidir, amma həmişə insanla bağlı deyil, cansızla, digər canlıya da bağlı ola bilər. Cümlə üzvü, əvəzliklər bütün cümlə üzvü vəzifəsində işlənir. Əvəziyə aid heç bir qrammatik şəkilçi yoxdur. Sual əvəzlikləri, sual əvəzliyi suala cavab vermədən cümlə üzvü olur. Biz, siz, onlar. Bu əvəzliklər yönlük halından işləndikdə həm tamamlıq, həm də zərflik olur. Yer, məkan anlayışı bildirdikdə zərflik olacaq. Məsələn, sizə gedək, yəni sizin evinizə gedək. Yenə ismi əvəz etmiş sayılacaq. Amonim əvəzliklər belə, elə, necə, nə, biz, kimi əvəzliklərdir. Belə, elə, ədat və əvəzlik ola bilir. Necə, nə, ədat və əvəzlik ola bilir. Biz, isim və əvəzlik ola bilir. Kimi, qoşma və əvəzlik ola bilir. Siz və biz, hörmət, yəni əlaməti olaraq böyük, yəni sizlə yazıla bilər. Bəzən mən əvəzinə təvazökarlıq olaraq insan özünə biz də deyə müraciət edə bilər. Hər iki mənada böyük yazılacaq. Şəxs əvəzliyi, şəxs onluqlarını qəbul etdikdə özünə məxsus xəbərli şəkilçisi olur. Sən, sən, bizik, bu şəkil. Deməli, biri qeyri-müəyyən əvəzli ola bilər, biri əvəzli kimi, bir də biri say kimi işlənə bilir. Bir də bunu təzədən qaytarım geri. Biz onu necə fərqləndirəcəyik? Əgər biz bir əvəzliyini, daha doğrusu biri sözünü bir dənə ilə əvəz edə biləcəksə, o zaman say olacaq. Məsələn, deyir ki, alma ağacındakı almalardan biri yerə düşdü. Yəni, bir dənəsi deyə bilirəmsə, o zaman oradakı biri olacaq say. Mənsubiyyət şəxsi qəbul etmiş. Uşaqlardan biri bir dənəsi məni çağırdı deyə bilirəm. Kimsə məni çağırdı. Əgər kimsə ilə və yaxud bir nəfərə bu ancaq kimsə deyəndə biri bir nəfərə nəzərdə tutmur. 2 nəfərə də aid ola bilər. Bu mənada olarsa qeyri-müəyyən əvəzliyidir. Bir dənə say bildirəcəksə, almalardan biri, ikisi bu mənada isə orada bir olacaq, biri olacaq say. Hətta bir sözü say və ədat ola bilər. Biz yenə də bunun say olmasını bilməkdən ötürü, bunu da buradan deyim əvəzliyin içərisində. 2 ilə əvəz edə bilirsə saydır, yalnızla əvəz edə bilirsə ədatdır. Görək başqa nə qaldı? Təşəkkür edirik. Uğur olsun hər kəsə. Minnətdarıq.